Son dövrlərdə körpələr evində yaşanan laqeyd yanaşmalar valideynlərin narahatlığına səbəb olub. Hal-hazırki vəziyyətə görə şikayətçi olaraq çıxış edən Əfiqə Şirinova baş verənlərə diqqət çəkmək məqsədilə öz təcrübəsini bizimlə bölüşdü. Körpələr evinin direktoru Gülnar Axundova ətrafında baş verənlər müasir müdürlük anlayışını yeni səviyyəyə daşıyır. İlk əvvəl körpələrin düzgün qidalanmasının təmin edilmədiyi direktorun özünə məxsus qida siyasəti ilə gündəmə gəldiyini qeyd etmək lazımdır. Valideynlər dövlət tərəfindən göndərilən qida məhsullarının satılması ilə üzləşdikdə sadəcə məyus olmur, eyni zamanda uşaqlarının sağlamlığı üçün ciddi narahatlığa düşür. Negativ vəziyyət yalnız qida məhsulları ilə bitmir, çünki burada sosial dinamikalar da olduqca gərgindir. Körpələr evinin direktoru Gülnarənin həyat yoldaşı Etibar, müdürün qoruyucusu olmaqla yanaşı tərbiyəçilərə şantaj edərək körpələr evinin nizam-intizamını öz fikrincə təmin etməyə çalışır. Bu absurd komediya hələ ki Etibar kimdir sualını cəmiyyətə təqdim edir. Yoxsa o müdürlük məktəbini bitirib, bir gün özü də direktor olmaq arzusundadır. Sosial mediada bu vəziyyətə gülməli yanaşanlar olsa da, məsələ ciddi təhlükələr doğurur. Uşaqların təhlükəsizliyi heç də gülməli bir məsələ deyil. Əksinə, bu onların gələcəyi üçün həlledici bir faktordur. Cəmiyyətin nümayəndələri bu vəziyyəti araşdırmaq və ədalət təmini üçün müvafiq orqanlara müraciət etməlidir. Körpələr evində baş verən bu hadisələr ehtimal ki bir romandakı fantastik plot kimi təsvir olunsa da, reallıqda uşaqların sağlamlığına ciddi təsir göstərə bilir. Nəticədə bu absurd müdürlük ssenarisi uşaqların güvənli və sağlam bir mühitdə böyümək hüququnu təhlükə altına alır. Ətraflı məlumatı gəlin bir də şikayətçinin özündən dinləyək. Demək, mənim tərbiyəçi müəllimim Aynurə müəllim. Son hardasa bir 10 gün bundan qabaq Gülnarə Axundovanın yoldaşı Etibar. Gülnarə Axundova ilə Aynurə müəllim qrup üstündə söz-söhbətləri oldu. Gülnarə Axundova Aynurə müəllimə dedi ki, sən qrupu açdırmaq istəyirsənsə, ənsifdə bir gününü get uşağı topala. Sonra Gülnarə Axundova Aynur müəllimə dedi ki, mən səni istəmirəm qrupunu açıla. Sizin kimi işçini istəmirəm burada işləmək yazır. Aynurə müəllimə dedi ki, sənin qrupu qoymayacağım ki, açdırasan. Aynurə müəllim də dedi ki, mən də deyib Temir müəllimə deyəcəm. Aynurə müəllimə də Gülnar Axundova dedi ki, Temir müəllim kimdir ki, mən Temir müəllimi adam hesab eləmirəm. İstəyirsən kimə deyirsən de, Gülnar Axundova dedi. Yəni bağçanın müdirəsi. Bəli. Onları deyir ki, hamı bilsin. Bəli, Ağcabədi rayon Pərollar Körpələr evinin Gülnar Axundova dedi, Aynurə müəllimə. Aynurə müəllimə dedi ki, Temir müəllim kimdir ki, Temir müəllim sənin qrupu açdıra. Bağçanın müdirəsi. Bəli, bağçanın müdürü Gülnar Axundova dedi, Aynurə müəllimə. Bu səfər Aynurə müəllimi Gülnar Axundovanın yoldaşı Etibar gəldi, Gülnar Axundovaya daimi yemək zat gətirir ora. Etibar gəlir orada ərzağı paylayır. Uşaqların ərzağı, hamba ərzağı doğru düzgün vermirlər. Yəni o orada işçi olmuyor ya. İşçi, bəli. Gəlib ərzağı da o paylayır. Bəli, qoymur ki o. Gülnar Axundovanın yoldaşı ilə özü verir ki ərzağı. Çünki o ərzağı paylayanı qoymurlar gətirə verir. Çünki niyə? Bağçanın pıxırı açılmağına görə onlar ərzağı uşaqlara tam doğru düzgün körpələr evinə yaxşı yemək vermirlər deyil. Gülnar Axundova qoymur ki, yaxşı yemək pişə orada. Ona görə də Gülnar Axundova qoymur ki, ərzaq paylayan gələ uşaqların ərzağını yaxşı paylayır, o körpələrdə acından ölməyir. Gələcəkdə Bəroğullar Kənd Körpələr Evinin yeni bir strukturla tanış olmağına ümid edirik. Bəlkə də bu yeni müdir anlayışı tərbiyəçilərin əvəzinə peşəkarları gətirər. Reportajı hazırladı Access TV1 kanalı rəhbəri İlham Müzəffəroğlu, Ağcabədi.